Sizin için content çəkəcəm. Amma dedim birdən bəyənmərəm. Oasis Eskimos götürdüm, daha ucuz başa gəlsin. Burada. Və kruasan almalıyam. Bir kruasan tapdım, onu da tərsinə tutmuşam. Və deməli, kruasan 80 qəpik, Oasis dondurması 65 qəpik, 1 manat 45 qəpik verdim. Bahalısını əlim getmədi. Əvvəldə deyirdim ki, saçım necə gəldi yığmışam, dibləri də çıxıb ortağında gözləyirəm, 2 həftə gözləməliyəm. Nəysə, söhbət ondan getir, əvvəl deyirəm ki, biz tələbə olanda, bir xanım tələbə yoldaşımız var idi, o demişdi ki, dondurmanı bulka ilə yeyək, 3 nəfər. Hə, mən o xanım da 2 xanım da, yəni mən bir xanım yedik, xoşumuza gəldi. Hətta bir nəfər soruşdu ki, xanım var, valla başqa cür baş hoşmayın. Elə ləzzətlə yeyirsiniz ki, dadlıdır, dedik, hə, getdi aldı. Həqiqətən dadlıydı, görək bu necə olacaq. Ayrıca video çəkdim, paylaşacağım. Bəlkə də paylaşdım bu. Gedəncə də bilmirəm, bu kadr tez gedəcək, o kadrlar tez gedəcək. Dadlıydı və mən sizə deyim ki, bu indinin trendi deyil, elə mən də deyim. Bulka ilə marojnaya, bulka ilə yəni kökə. Bulka nə deyil Azərbaycanca? Kökə. Kökə ilə dondurmanın 30 il, 30 plus il mən tələbə olan vaxtlarında olan 30 plus hətta 35 il bundan öncəki trendidir. Müəllim, döydə qapını, zvanoku bas. Zvanoku bas. Daşıdı, deyil, liftə deyil, mən kuloku çıracaq. Aldım əlini. Belə köpək çıxdı. Gedirik bazar tükanı. Bu avtobuslar, metroların yeri dəyişib o bir yana. Bizim Gülkümü 77'miz vardı, şəhəri işləyir. Bu remontu qutarmır ki şəhərin ki. Biz bir şəhərə gedəyim səhərin havada. Maşınlarda, daha doğrusu şoförlərdə dərrakə şuur yoxdur. Bax, pləkanın qabağında saxlayıb, hə? Bəs o pləkəndən necə düşür? Hərdən bax, bu pləkənin də qabağında düşür. Yenə iki bu. Ora görürsünüz, ora mən trubalar düzdürmüşəm. Sağ olsun da icra hakimiyyətimiz. Hələlik indi remont nə vaxt olacaq? Ora vaxtacan truba düzüb. Yoxsa, baba, orada da pləkən var. Maşını gətirib düz pləkənin qabağında. O, mən maşınımı halda saxlayayım cibimdə. Evimin krışasında, yataq otağında, qapının ağzında. Bir fikirləşmir ki, bu insan həyətdən, mən orada saxlasam həyətdən hardan çıxsın, paraşutla hoppansın. Dərrakə yoxdur ki, bugün mən saxlaram. Çox vaxtda həyət adamları olur. Mənim əzizim də oradan keçə bilər də. Bax, onu bəzər bir maşının olanda başa düşərsən. Amma maşının olanda fikirləşmək lazımdır. Hələ bu küçədə parking düzəltmək üçün DYP-nin vəsadəti var. Amma və lakin bir sakin məndən başqa barmağın üstünə qoyub buranı remont elətdirmək istəmir. Gərək ayda buranı remont eləyə. Məsəl üçün icra verib də aydaya göstərir. Ayda boynundan atır. Ayda gərək remont eləyə, sonra ayına gərək burada parking işarələri, stəkilər, məklər hamısını qoya. Tək mənəm. Yox, bax. Dərrakə lazımdır da bunu orada saxlamaq. Çəndə bu burada da saxlayırlar. Deyirəm də o trubalar olmasa, o hələlik qoyulmuş trubalar. O maşınlar gəlirdi, düz pləkənin altında saxlayırdı. İnsanda Allah, nə bilim, Allah insana dərrakəli bir canlıdır insanın yaratdığı da, amma indiki insanlarda dərrakə yoxdur. Deməli, bir dəfə də elə olmuşdu, bir bank məni atmışdı öz-özünü. Ötər ID ilə girdim, üzü də götürmür hələ-mələ. İndi bu dəfə heç cür götürmür. Zəng vurmuşam bir marketə, deyir ki, bir bankdan çıx, təzdən gir. Bir bankdan çıxdım, təzdən girə bilmirəm. İl əvrimdən Yerespazdan üzücü tanımadı, blokladı. Bloku açdırdım. Bir 2 saatdan sonra bir də dedim, ondan sonra gedim banka. Biz deyə başa düşürəm, o qədər fırıldaq, o qədər dələ düzlük var ki, artıq üzlə eləyirlər. Robotdakı deyir, üzücü tanımaram ki, mənim üzüdə. Bildim, niyə mənə abortinka deyir ki, proqramdan da bu zülümü çəkim. Bu istidə, dünənki soğuk hara, bugünkü istidə. Düzəltlər, bir marketi pozdum, bir markete girmək olmur. Bilsiz niyə mən bu zibilə düşmüşdüm bir bankda? Deməli, bir markete girə bilmirdim. Öz-özündən çıxardıb atmışdı. Zəng vurmuşam, deyirəm belədir, deyir ki, ID ilə girməlisən. Deyir, bir bankım var, deyirəm, deyir, çıx, təzdən ID ilə gir. Üzümü qəbul eləmir, bloka düşdü, bloka açdılar. Nəysə, sağ olsunlar, burada Kapital Bank dedilər, özün gedirməyib, yox gələrəm, burada Kapital Bankda kömək elədilər. Yenə girirəm bir marketə, eynizi bildim, zəng vuracam, deyəcək ki, yenə çıx, gir, ailəm qarşıca, hələ bir marketsiz keçinərəm, onsuz da dəqiqə başı mən bir marketdən sifariş edən deyiləm ki.
Nə vaxt sifariş edirəm, bəlkə indi texniki problemdir, çıxıb gedər, ondan sonra düzələr. Belə. Liviya da mən bu janr pomadalarını xoşduram. Mat blesk dediyizdə, yəni liquid mat, maye mat olanlar biraz çox qurudur, bu daha yaxşı idi. Sevirəm bunları. Formarda var, bunlar superlər. Bunun indi bir nömrəsinə baxın, görün nə olandı, hamısı endirimdədir. Qəşəngdir. Jaketlərdən ötürü Sinor gedirəm, gəlib alacam. Hər rəngi qəşəngdir, dərd orasıdır. Bu rəngi bir cür qəşəngdir. Hələ sireniusu var, baxın. Necə qəşəngdir Allahım. Göz doymur ha. Bu da bir cürünə. Bunun materialı biraz fərqlidir. Deyəsən, o biraz bundan qısadır. Materialı da fərqlidir. Bu da qəşəngdir. Qızıl düymələr. Hamısı da 28 manatdır. Zara model 15 manata. Hal. Nahaq olub. Amma nahaq olduğunu boynuna almayan, üzr istəməyən, təşəkkür edə bilməyən mədəniyyətindən uzaq olan insanlar var. Yəni insanı uşaq vaxtı ana-ata tərbiyə edəndə deyir təşəkkür etməyi bacar. Səhvin oldu, üzr istəməyi bacar. Dini dildə halallıq almaq. Deməli bizim qonşularımız qırğın davadan sonra vallahi bir dənə turbanı düzəltməli idilər. Utanmaz qonşum, utanmazlıq da insanın vallahi xoşbəxtliyidir. Deyir hələ gərək 102-yə zəng vurardınız. Mamaya da deyir gecə niyə gəlmişsə, deməli bizi kim dirib? Mən bütün səhərəcən qaz sayğacını qurutmağa çalışmışam, elektrik olan yeri qurutmağa ki, pajar olmasın, xarab olmasın. Hələ utanmaz. Sizin də uşağınız bir yanına çalır. Xəstədir də səsi gəlir, mən də şikayətim bütün vətəndaşı qulğumdur. Git, şikayət edir, mən sənin qarşımda nə qədər fakt qoyuram. Uşaqlarla bacarmırdım. Mən qurxuna düşdüm, sakitləşdi, hərdən deyir. Döyəş bilirsiniz, biz yerimiyək. Yeriyəndə mən heç nə demirəm. Elə bilirlər ki, çıdır qızıdır. Uşaq bu yandan qaçır, ana bu yandan, xala bu yandan. Bir dənə sakit pişikləri var. Bu sakit pişiyin də başından oyun açırlarsa, eləcə girdir, elə bir ki, ətin kəsdilər. Özünə də dedim, mən bilmirdim, siz bu 2 ildə tanımışam, çox pis insansınız, pis qonşuymuş. Deməli mən, hansı qonşu pis qonşudur, deyim də mən hansı qonşuyam. Qadın, bunun bacısı bunu zəng vurdum, onlar uşaq götürmür telefon, qalxırdım, uşağı oyadırdım, deyirdim anam narahatdır, uşağı məcbur eləyirdim, zəng vururdu, xalasına zəng vururdu. Anadan təşəkkür yoxdur, salam necəsə, Allah bazar versin. Anadan təşəkkür yoxdur. O lustranı günə qoyub üzr istəmək yoxdur. Dedim, bax, buranı sizin uşaqlar eləyib, hələ də eləməyib. Qanunu da qoydum, Allaha haqqımı halal eləmirəm Allah qarşısında. O bağışlanmaz günahdır, tövbə də qəbul olunmur. Dedim, hələ sizin də üzünüz gözəldir, amma üzünüz gözəl deyil. Hə, sonra açarımızı qardaşımız qoyub, açar eləmək. Mən hər şey pulları var, açar düzəltməyə yox. Düşürdüm, bundan deyən yerdən açar götürürdüm, açırdım. Axırda qorxdum ki, bir şey olar, deyərlər, bu bilir açarın yerində. Axırda o qədər üzlü olmuşdular. Gətirdi, interneti verdim, mən gedirəm əməliyyata buradan o düzəltməyə. Gələndə ödəyəcəm, mən niyə internetin kodunu verməliyəm? Ödə getdi. Ödə get. Sonra mən əziyyət çəkim. Gah deyirdi ki, domofon fışqasını edim, gecə saat 1-də gəzməkdən gələcəm, aça bilim. Yəni, o qədər deməli, mən çox pis insanam da. Siz mən fışqan onu vermədim. Bu qədər yaxşılıq eləmişəm, yenə də pis insanım. Hazırda bu kitabı oxuyuram, çox maraqlıdır. Ümumiyyətlə, Dan Brown əsərlərini sevirəm. Code Da Vinci superdir. Mələklər, iblislər yaxşıdır. Nəsə yarımçıq qalmışdı. Sonra bir tanışım uşağına vermişdim. Bağışladım onu, yox nə vaxt salıb oxuyaram. Bu da superdir. Kaybolmuş simvol da var məndə, itirilmiş simvol, türkçə kaybolmuş simvol. Amma hara qoymuşam bilmirəm. Tapıb gərək oxuyayım. Əsəbi Səlimlə gedirik. Hara gedirik? Temudan mallarımız var. Bir ayaqqabı, bir paltar var, onu qaytarmalıyıq. Bunu mən düz bir yayın hamısını axtarmışam. Bunu bir dənə də paltar var, onu da. Bizdə damla boy arvaddır. Damda paçamız indi tapılıb. İnansız axtardığım yerdən çıxdı elə. Gəldik burada Səlimlə Papa Johnsa deyir yiyəm. Bu pul deyir içərdən. Bunu seçim. Bilmirəm, orada 19 manatlıq bir dənə şey var. Kombolar istəyirdim, amma kombolar moldaymış. Bir dənə pepperoni roz götürdüm. Gördüyünüz kimi buranı mən niyə sevirəm. Həm dadlı olur, o birincisi və servis gözəl olur. Servis haqqı olmur və ədəbə verirlər, gördüyünüz kimi. Səlim var, bilmir neynəsin, gözləyə qalıb yeməyi. İndi üzü oyanadı, hərdən durur bura baxır həsrətlə ki, bunun yeməyini nə vaxt gətirəcək. Həsrətlə yemək gözləyən olur. Mən gördü, çəkirəm, üzünü çevirdim ki, sərdən həsrətlə ora baxam deyilir. Ben buna baxın. Ye gələcək də yemək, qopistim.
Adam oturmuşdu, göstərə bilmirdim. Bu saçlardakı fiçatı. Sevirəm buranı, yaxşılıq da olur. Maşallah, maşallah gözüm deyir. Bayaqlar sözüm yarım çıxdı. Bizim gözəl göçək qonşularımız təşəkkürdən kənar, məsəl üçün necə bu qırğın davalar yox idi. Təşəkkürdən kənar idi. Uşağın anası axşamlar görsə deməzdi ki, bu qonşu çox sağ ol, uşağıma belə elədi. 2 dəfə, 3 dəfə, 5 dəfə qatlamışdım. Axırda dedim özü bir jeton alında. Yox, şahqızı da axı. İstəyir şahqız olsun, istəyir vəzir olsun, istəyir ülkər. Mənim üçün fərqi yox. Mənim üçün hər bir insan insandır. Və hər bir insan tutduğu sosial mövqedən asılı olmayaraq təşəkkür və üzür mədəniyyəti olmadı. Onu mənə uşaqlıqda tərbiyə verirlər. Yəni valideynlər böyüdür. Bunlar qızamıram, onları elə böyüdürlər. Elə valideyn, elə də uşaq böyüdəcəkdir. Mənim o uşağa həqiqətən yazığım gəldi. Çünki keçən dəfə mən gördüm, uşaq deməkdən xala bağışda. O mən kendimi xalası öyrətmişdi. Vallahi xalası öyrətmişdi. Ne oldu? Güzel oldu. İcra hakimiyyətinə verdim, ailə uşağı. Bu uşağa tərbiyə verən yoxdur. Dünən mən belə, hər dəfə bir parası verəcəksiniz, xalası deyil uşağı. Bu dəfə xalada deyil, təhsil, uşaqda deyil, təhsil, kondisioner tərəfdə xala deyil. Nə demək, Rəhim ona keçən dəfə deyib ki, bizə sudanmır, kondisionerin kubasını elə qoy ki, olmasa da elə düzəltdir. Ya da deməli bu boyda balonu qoyur, başını qoyub yaxıb oradan axır. Yalan da qadında bir dərd, qız da qadında nə dərd, qadın paylanında. Biri bir qəhlikdən durur. Bir var belə məqsədli, ağıllı, hələ adamın borclu çıxarır. Buna görə nə oldu? Vəlla mən ev sahiblə pislik etmək istəmirdim, amma mən onu artıq vergilərə də şikayət edirəm. Geçin kira ödəsinlər. Ev sahibində bizim administrasiya elə gizlədir, elə gizlədir. Elə bil ki, məxfi bir materialdır, məxfi bir insandır. Dedim, gəldim ki, kirayəçilərdə nəzarət edəcəksən mənim, Allah mənə qismət eləsin. Əlavə çörək qazanmaq üçün əlavə evim olsa, bu da mənim başımı belə oynayacaq. Mən kirayənişə nə deyərəm ki, ay kirayənişə, aşağıda, altda, yuxarıda qonşu var. Özünüzü elə aparın ki, mənə söz gəlməsin, həmçində sizə. Və baxaram ki, hansı kirayənişin mədənidir. Mədəniyyət tərzi var. Mədəniyyət şəhərə, kəndə, milliyyətə, sosial mövqeyə baxır. Bunlar belə də dururlar, güya da bunlardan yoxdur. Mən təşəkkürü və üzr mədəniyyəti olmayanlara mən yuxarı. Milyoner ola bilərsən, mədəniyyətsiz ola bilərsən. Milyoner ola bilərsən, mədəniyyətli ola bilərsən. Və yaxud kasıb ola bilərsən, mədəniyyətli ola bilərsən. Yenə də deyirəm, nə kasıba, nə dövlətə, nə şəhərə, nə rayon. Onlar kimi təşəkkür mədəniyyəti olmayan, onlar kimi üzr mədəniyyəti olmamaq ona baxmır. İşdən gəlir və ailədən gələn, tərbiyədən gəlir, yansıdır. Onu da yerini oturdurdum, dediyim sözləri özünə dedim və sonra həmin danışığımızı da həmin işi həll edən polisə göndərdim ki, bilsin. Dedim, onlar insaniyyətdən uzaqdırlar. Təşəkkür yox, bir şey yox. İnsanlar durub şər atmasınlar ki, mənə belə dedim. Özlərinə də dedim, bilirsiniz, mən bilmədim ki, mən elə bilirəm ki, gözəl qəşəng qazlar, qadınlardan baxdıqca baxmaq istəyir də. Siz də mən gözəlliyə, daxili gözəllik, xarici gözəlliyə baxmır. Həqiqətən də daxili gözəlliyin, daxilin gözəli olsun, üzvə vuracaq. Xarici gözəllik, küfür insanı sağ olsun, indi o qədər kosmetologlar, plastik cərrahlar, bunun başında da gedib o insan özünü gözəlləşdirə bilər. Amma iç gözəlliyi ya daxildən, əsalətdən gəlməlidir, ya ailə tərbiyəsindən gəlməlidir, ya da o da yoxdursa özünü inkişaf etdirmək məsələ. Deyir, mənim məşlədibat demişkən, deyir, mənə meymun deməyim bəsdir, mənə zərər vurmam bəsdir. Sən də bizim istəsə onu, mənimki işdə heç eləsin salmır, çünki Allah şahidi qışqırğın göyü götürürsə olmaz. Şikayət elə, mənim də əlimdə faktlar var, özüm nələr var, nələr özüm bilirəm, burada da demirəm. Bundan əlavə. Mən polisdə dedim, bu lustra bu qədər düşüb, sənin uşaqların qaçır, hələ də düzəldilməyir. O bu lustrada uşağın üstünə ya pişik üstünə, o ailənin ən mədəni sakini, ən sakini pişik, onlardan bilmirəm üstünə çıxırlar, altına çıxırlar, altlarında qalırlar, üstlərində qalırlar, ayağını tapdalayırlar, əziyyət çəkən insan kimi. Əziyyət çəkən insan, əziyyət çəkən bir heyvan kimi də. Mən deyirəm, bu yazıq pişik də öləcək bunlarla.
Dedim orada görürsən çatda belə gəlir bu broliflərdə. Bunun uşağın pişiyin axma. Bu bursa uşağın üstündədir uşaq. O bursa uşaqdan deyil. Çox sağ gəldim. Mən bu rolsları sevirəm də, çox razı olur. Sənin artıq bacın bilmirəm, ya sən çırpırsan, ya bacın, mən bildiyi qədər o uşaqlarla anası. Gecənin bir arası nəyisə çırpır. Bizdən bu qədər ayrılanıb, çatdan belə gəlir. Mən istəsəm məhkəməyə də verərəm sizə. Amma təzminatda alaram. Sizdən ya ev sahibinə mənim üçün fərqi yox. Bu rolsların adı pepperoni rolsdur. Mən çaşıb çatdan rols dedim. Ondan görə üzərli sayın pepperoni rolsdur. Çatdaydı, qonşuma da dedim, belə də deyirəm, Allah dövlətimizdən, prezidentimizdən, polislərimizdən razı olsun. Onlar olmasa, belə özündə sözündə olmayan, özünü haqsız olduğu yerdə haqlı sayan, dağ başında sayan vətəndaşlar yerini bilməz. Özlərinə bizdir. Dedim, sizin kimi insanlar yerini bilməz. Yaxşı ki, yerində otuzdurmağı qanundan bilirlər.